Salam aleyküm değerli izləyicilər. Bugün sizə gözəl bir əmlak, yaşayış evi, torpaq sahəsi ilə bir yerdə satışa çıxarılıb. Onun təqdimatını etmək istəyirəm. Yaşayış evi Balakən rayonunun Qullar kəndinə aiddir. Gərəhli kəndi ilə sərhəddədir. Və evin yerləşdiyi yer Balakən Humbul çayına yaxın bir ərazidə yerləşir. Gözəl havası olan bir yerdir. Yəni Gərəhli kəndinin mərkəzinə də buradan bir 200 metrə məsafə var. Belə Qullar kəndinin də mərkəzinə, yəni Göygölə yaxın bir ərazidə yerləşir. Gözəl bir panoraması olan bir yerdir, dağ mənzərəli. Qəşəng bir yerdə yerləşir. Keçid alırıq həyətə. Gözəl belə yığcam həyəti olan bir yerdir. Dörd tərəfi bağlı, hasarlı həyəti olan bir yerdir. Həyət yanı torpaq sahəsi 7 sotdur. 7 sotdan ibarətdir və həyətdə belə bir yaşayış evi olan bir əmlakdır. Yaşayış evinin daxili görünüşünü təqdim etməkdən əvvəl mən həyət yanı torpaq sahəsini hər tərəfdən görünüşünü sizə təqdim etmək istəyirəm. Arxa tərəfdə belə yay mətbəxi kimi tikilibdir. Yəni buradan istifadə olunur yay mətbəxi kimi. Və bu evin arxa tərəfidir. Belə gördüyünüz evin arxa tərəfidir. Dəyərli izləyicilər, indi mən sizə evin daxili görünüşünü təqdim etmək istəyirəm. Keçirik evə. Bura pilləkən hissəsidir. Gördüyünüz 4-5 pilləkən belə hündürlükdə. Evin sokol hissəsi hardasa 60 sm belə hündürlükdə. 4-5 pilləkən bir evdir. Yəni bu pilləkəndən daxil oluruq evə. Bura evin elə bil ki, balaca bir koridor hissəsidir. Buradan otaqlara daxil olursan. Baş tərəfdə belə bir otaq var. Buranı mətbəx kimi də istifadə etmək olar. Və buradan keçid alırıq digər otaqlara. Burada belə bir girişdə ümumi zal otaq kimi. Və bu otaqdan arxa tərəfdə də digər otaqdır, yataq otağı belə. Və buradan arxadakı otağa keçid alırıq. Və bu arxadakı otaq digər otaqlardan böyükdür. Belə bir zal otaqdır. Və bu otaqdan da arxa tərəfə qapı qoyulub və orada yay mətbəxi, yəni istifadə etmək üçün qurulubdur. Belə bir yaşayış evi torpaq sahəsi ilə 7 sot torpaqla satışa çıxarılıbdır. Yəni Balakən rayonunun Qullar kəndinə aiddir bu ərazi. Gərəhli kəndi ilə sərhəddir. Yəni rayonun mərkəzinə buradan bir 2 kilometr məsafə olar. Buradan insanlar piyada rayonun mərkəzinə gedib gələ bilirlər rahatçılıqla və dayanmadan da buradan marşrut işləyən bir yerdir. Dəyərli izləyicilər, evin qabaq tərəfdən fasad görünüşüdür. Deməli, belə bir ev istəyən, belə bir yerə sahib olmaq istəyən bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərsiniz. Evin, torpağın, əmlakın qiyməti videonun altında, aşağısında göstəriləcəkdir. Çox yönlü bir qiymətə satılır. Yəni,
belə bir yerə sahib olmaq istəyən bizimlə əlaqə saxlasın. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, dinlədiyinizə görə sağlıqla qalın.